Arkadaşlar, bugün ben sizinle 4. sınıf riyaziyyat çörpü nəşriyyatı testinin ikinci hissəsini işləyəcəm. Səhifə 15'e baxaq. Birinci sualda bizə deyir ki, aşağıdakı kəsirin ixtisar edilməsi hansı bənddə verilib? Kəsirimizə baxaq. Kəsirimiz 54'də 30'dur və biz bu kəsirə elə bölünən tapmalıyıq ki, həm kəsirimizin məxrəci, həm də surəti bu ədədə bölünsün. Kəsirimizin ən kiçik bölünəni 2, ən böyük bölünəni isə 6'dır. Və kəsirimizi 6'ya böldükdə 9'da 5 edir. Doğru variant C variantı. 2. Boş xanaya hansı ədədlərə yazmaq olar? Bizə 2 kəsir verilib, ikincinin məxrəci və surəti məlumdur. Ancaq birincinin məxrəci məlum olsa da surəti məlum deyil. Və biz bunu müqayisə etdikdə birinci kəsirimiz böyük olmalıdır. Məxrəclərə baxırıq, məxrəclər müxtəlifdir və biz bu məxrəcləri bərabər məxrəcləri gətirməliyik. Ona görə birinci kəsiri 2'yə vurmalıyıq və bundan alınan nəticə 8'də 3'dən böyük olmalıdır. Variantlara baxaq. 1 olan variantları silirik, çünki 1'i 2'yə vurduqda 2, 3 ilə 2'ni müqayisə etdikdə 3 böyük olur. Ona görə A, C və D variantları səhvdir. B variantı doğru variantımızdır. 3. Hesablayın və cavabı ixtisar olunmayan kəsir şəklində yazaraq doğru cavabı qeyd edin. Həll eləyək. 10'da 7'dən 10'da 5 çıxdıqda 10'da 2, 10'da 2'nin üstünə 10'da 3 gəldikdə 10'da 5 və bunu ixtisar olunmayan kəsir şəklinə gətirdikdə cavab edir 2'də 1 və doğru variant A variantı. 4. Çıxmanı yerinə yetirin və cavabı ixtisar olunmayan kəsir şəklində yazaraq doğru cavabı qeyd edin. Misalımıza baxaq. 1 tam çıx 12'də 1, çıx 3'də 1. 1 tamdan 12'də 1 çıxarıq, qalar 12'də 11. 12'də 11'dən 3'də 1 çıxarıq və məxrəcləri bərabər olmadığı üçün biz bunları məxrəclərini eyni ədədə gətirməliyik. Bunun üçün 3'də 1'i 4'ə vurarıq, edər 12'də 4, 12'də 11'dən 12'də 4 çıxanda 12'də 7 və bunu hansısa bir ədədə bölmək olmur. Ona görə öz ədədimizi götürürük. Doğru variant B variantı. 5. Qarışıq ədədləri müqayisə edin və doğru variantı seçin. 4 tam 8'də 5, 3 tam 10'da 6. Bildiyimiz kimi qarışıq ədədləri müqayisə etdikdə birinci tamlarına baxırıq. Tamlar böyük olan qarışıq ədəd böyükdür. Birincinin tamı 4, ikincinin tamı isə 3'dür. Ona görə doğru variant A variantı olacaq. 6. Hansı kəsir 1'ə yaxındır? Bunun üçün kəsirin bir tama nə qədər uzaq olduğunu, bir tamdan nə qədər uzaq olduğunu tapaq. A'da 5'də 4, 5'də 4'ü uzaqdır. B'də 5'də 1, C'də 6'da 4, D'də 8'də 4 və doğru variant B variantı. 7. Boş xanaya uyğun gələn variantı seçin. 1 tam 9'da 5 kiçikdir. İkinci ədədimizi bilmirik və bizim ikinci ədədi tapmağımızı istəyir. İkinci ədəd 1 tam 9'da 5'dən böyük olmalıdır. Doğru variant D variantı. 8. Məktəb, post və market bir düz xətt üzərində yerləşir. Məktəb ilə post arasındakı məsafə 10'da 9 kilometr, məktəb ilə market arasındakı məsafə isə 10'da 3 kilometrdir. Market məktəblə postun arasındadır. Post və market arasındakı məsafə neçə kilometrdir? Bizə deyir ki, market məktəblə postun arasındadır və biz bilirik ki, məktəb ilə post arasındakı məsafə 10'da 9 kilometrdir və biz postla marketin aralığını bilmirik və bir də bilirik ki, market ilə məktəb arasındakı məsafə 10'da 3 kilometrdir. Deməli biz ümumi sahədən
onda 9-dan onda 3-ü çıxarıq, cavab taparıq ki, onda 6 və doğru variant A variantı. 9. Fabrik 3 gün ərzində yerinə yetiriləcək işin birinci gün onda 3 hissəsini, ikinci gün bundan onda 2 hissə çox yerinə yetirmiş oldu. Üçüncü günə nə qədər iş qaldı? İkinci günü bilmirik, ona görə onda 3-ün üstünə onda 2 gələcək, edər onda 5, onda 5 ilə onda 3-ü toplayaraq onda 8 hissəsini yerinə yetiriblər. Amma onda 10-dan onda 8-i çıxırıq ki, neçə hissəsi qalıb. Üçüncü günün neçə hissəsini işləyiblər. Onda 2. Cavab C variantı. 10. 2 ədədin cəmi 3,25-dir. Ədədlərdən biri digərindən 4 dəfə çoxdur. Bu ədədlərdən böyüyü hansıdır? Bizə deyir ki, 4 dəfə çoxdur. Deməli, biri o birisindən 4 dəfə azdır. Deməli, biz 3,25-i 5-ə bölərik və bunu 4-ə vurarıq ki, böyük ədədi tapaq. 3,25-i 5-ə böldükdə 0,65 0,65-i də biz 4-ə vurarıq. 0,65-i 4-ə vurduqda edər 2,60 və variantlarda olmadığı üçün biz 2,60-ı bərabər ədədə gətirməliyik. 2,6 və C variantı doğru variantımızdır. Variant B-yə keçək. Birinci sualda deyir ki, aşağıdakı kəsirlərdən hansı 17-də 7 kəsirinə bərabər deyil? 51-də 21, 51-də 21-i 3-ə böldükdə 17-də 7 edər. 85-də 35, 85-də 35-i 5-ə böldükdə 17-də 7 edər. C variantı 34-də 14, 34-də 14-ü 2-ə böldükdə 17-də 7 edər. Ancaq D variantı 17-də 7-yə bərabər deyil. 2. İfadənin qiymətini tapın. 35-də 12 üstəgəl 35-də 12 üstəgəl 35-də 9 edər 35-də 21. 35-də 21-dən isə 35-də 13 çıxdıqda 35-də 8 edər və doğru variant C variantı olmuş olar. 3. Müqayisə edin. Birinci sol tərəfi tapmalıyıq, cavabını tapmalıyıq, sonra isə onları müqayisə etməliyik. 1,9-da 2 çıxdıqda 9-da 7, 9-da 7-dən 13-də 7 müqayisə etdikdə surətlər bərabər olduğuna görə məxrəci kiçik olan ədəd böyükdür. Yəni 9-da 7 böyükdür. A variantı doğru variantımız olacaq. 4. Mağazada birinci gün malın 15-də 4 hissəsi, ikinci gün isə 15-də 5 hissəsi satıldı. Malın satılan hissəsi qalan hissəsindən nə qədər çoxdur? Birinci ümumi satılan hissəsini, sonra isə qalan hissəsini tapırıq. 15-də 9 hissəsi satılıb. 15-də 15-dən 15-də 9 çıxırıq, qalır 15-də 6. Deməli 15-də 6 hissəsi qalıb. 15-də 9-dan 15-də 6-nı çıxırıq, qalır 15-də 3. Deməli, satılan hissəsi qalan hissəsindən 15-də 3 hissə çoxdur. 5. 2-dən böyük, 4,3-dən kiçik olan qarışıq ədədi seçin. Buna uyğun B variantı, bu qaydının uyğunluğu B variantı yerinə yetirir. 6. Aşağıdakı boşluqlardan hansına kiçikdir işarəsi yazılmalıdır? 1-ə baxırıq 6-da 1, 4-də 1. Bildiyimiz kimi surətləri bərabər olan ədədlərin məxrəci kiçik olan ədəd böyükdür. Ona görə A variantı doğru variantımız olacaq. 7-yə baxırıq ədəd oxunda hansı kəsir təsvir olunub? Bunun üçün biz kəsirimizin neçə xəttə bölündüyünü tapaq. Gördüyünüz kimi 20 xəttə bölünüb və bundan 11-i rənglənib. B variantı düzgün variantımız olacaq. 8-ə baxaq, müqayisə edin.
15, 16'da 5, 16'da 8 ilə toplayırıq. Edir 16'da 13. 32'də 30'dan 32'də 4 çıxırıq. 32'də 26. Və biz bunları yoxlayırıq. 15'də 13, 16'da 13 ilə 32'də 26'nı yoxladıqda bərabər olur. Çünki 16'da 13'ü 2'yə vurduqda 32'də 26 edir. 9. Donun qiyməti 80 manat idi. Endirim zamanı o qiymətinin 16'da 3'ü qədər ucuzlaşdı. Donun endirimli qiymətini tapın. Donun indiki qiymətini tapmaq üçün biz 80'i 16'ya bölüb 3'ə vurmalıyıq. 80'i 16'ya böldükdə 5. 5'i 3'ə vurduqda edir 15. Doğru variant C variantı. 10. Biri yanlışdır. A. 16'da 7, üstə gəl 16'da 8 edir 16'da 15. 24'də 20 çıx 24'də 5. 24'də 20'dən 24'də 5 çıxdıqda 24'də 15 qalır. Və 24'də 15 ilə 16'da 15'i müqayisə etdikdə məxrəcə kiçik olan ədəd böyükdür. Ona görə yanlış olan variantımız A variantıdır. Sağ olun.